İbn Teymiyyə rahimehullah 7 dəfə həbs olunub, bilirsiniz də. 7 dəfə həbs olunub, özü də onun zamanında olan firqələrin hamısı ona nifrət edirdi. Və əgər o firqələr xəlifəyə şikayət edirsə, xəlifə onların şikayətini qəbul edirsə və bu böyük alimi həbs elətdirirsə, bu o deməkdir ki, onlar hamısı həmin dövrdə onu özlərinə müxalif sayır. İbn Teymiyyə rahimehullah və yanında 5-10 nəfər. O 5-10 nəfər də hamısı ixlaslı alimlərdir. İbn Kəsirdir, Zəhəbidir, İbn Qeyyimdir, Mizzidir və digərləri. Bu balaca dəstəni hamısı nə sayır? Özlərindən müxalif olan dəstə sayır. 7 dəfə həbs elətdirirlər onu. 7-ci həbsində elə həbsxanada vəfat edir. 7-ci dəfə həbs olunanda o qədər şikayət edirlər ki, Sultan Nasır axırda qərar verir. Əskərlərinə qərar verir ki, gedin xilafətin hər yerini gəzin, araşdırın, hansı evdə, hansı məsciddə, hansı mədrəsədə onun kitabını tapsaz, yandırın. Əskərlər də əmrə tabi olur, gedir, nə qədər kitab var, hamısını yandırır. Kitab qalmır. O dövrün o firqələri, əşarilər və digərləri hamısı sevinir ki, artıq onun axırına çıxdıq. Həmin dövrdə olan o bidət əhlinin hansısa birinin adını kimsə deyə bilərmi indi? Silib olar hamısını Allah Subhanahu tarixdən. Amma açırsan Şam ilə, kitabxana da böyük kitabxana, İslam kitabxanası. 100-ə yaxın İbn Teymiyyənin rahimehullahın orada kitabları. Dünyanın nə qədər kitabxanaları var, arxivlər. Ora gedirsən, görürsən ki, İbn Teymiyyə rahimehullahın 100-ə yaxın kitabları. Hətta bəzi əl yazmaları var, hələ kitab alına salınmayıb. 100-ə yaxın adda kitablardır ya qardaşlar. Sayla yox. Məsələn, bir ad Məcmu Fətava 37 ciltdir. İkinci ad Dər'u Təərdül Əql və Nəql 12 ciltdir. Üçüncü ad Minhəc-i Sünnə 9 ciltdir. Əl-Cavab-ı Sahih limən bəddələ dinil Məsih 7 ciltdir. İqtida Sırat-ül Müstəqim 2 ciltdir və s. İndi bir düşünün. Kitabların hamısı yanmışdı. Bu dövrə necə gəlib çatdı? 8 əsrdə insanlar ona rəhmət oxuyur. Bu necə olur? Nə Allah üçünsə o qalır, əziz müsəlmanlar. Bu böyük alim hələ uşaq ikən 5-6 yaşı olur. Quran əzbərləməyə başlayır. O vaxt ilk Qurandan başlayırdılar. Əvvəlcə Quran, sonra hədisləri əzbərləyirdilər, sonra fiqh, təfsir və belə davam edirdi. Elm bu cür gedir. Quran əzbərləməyə başlayanda qonşuda bir alim oğluna 40 dirhəm verir. 40 dirhəm də böyük pul idi. Bir dirhəmə bir neçə qoyun almaq olurdu. Verir, deyir, apar ver bunu İbn Teymiyyə. Denən qoy axıra qədər əzbərləsin Quranı. Hər ay 40 dirhəm verəcəm ona. İbn Teymiyyə rahimehullah çox sağ ol deyir. Deyir, Allah sənin atanın malına bərəkət versin. Apar özünə qaytar. Mənim ehtiyacım yoxdur buna. Çünki mən Quranı əzbərləməyə başlayanda Allaha vəd vermişəm ki, bunu onun rizasını qazanmaq üçün öyrənəcəm. Belə ixlaslı insanların həyatına Allah Subhanahu bərəkət verir.